Azərbaycan milləti ifadəsini bizə Stalin sırıyıb, Cümhuriyyət dövrü və ondan əvvəlki dövrlərdə rəsmi mənbələrdə Qafqaz əhalisinin gürcülər, ermənilər və müsəlmanlardan ibarət olduğu yazılırdı. Çar dövründə isə Azərbaycan əhalisi adətən Tatar adlandırılırdı. Məhz bu səbəbdən bir çox şərhlərdə və sosial şəbəkələrdə iddia edilir ki, Azərbaycan milləti ifadəsini ilk dəfə Stalin istifadə edib. Elə isə gəlin 1883-cü ildən fəaliyyətə başlamış Kəşkül qəzetindəki bir məqaləyə nəzər salaq. Həmin Kəşkül qəzeti ki, Tiflisdə Azərbaycan dilində çap olunurdu. Həmin qəzet ki, Azərbaycan ziyalıları tərəfindən idarə edilirdi. Hekayədə bir Azərbaycanlı ilə İtalyan arasında gedən söhbətdən bəhs edilir. İtalyan soruşur, sən nə millətindənsən? Müsəlmanam. Xeyr, mən soruşdum, nə millətindənsən? Müsəlmanam deyirəm. Əfəndim, millət ayrı, din ayrı, bildim, dininiz İslamdır, ancaq istəyirəm biləm millətiniz nədir? Müsəlman bu suala nə cavab verim deyə düşünür. Bilirəmmi mən hansı millətdənəm? Bizim molla və ya axund görəsən bilirmi? Əfəndim, ərəb, fars, türk, hind, əfqan və qeyri, bunların hamısı İslamdırlar. Ancaq hər birinin milləti ayrıdır. Mən özüm katolik dinindənəm, ancaq millətim İtalyandır. Müsəlman cavab verir. Doğru buyurursunuz əfəndim, ancaq eyb də olsa gərək dürüst ərz edim ki, mən bilmirəm mən nə millətindənəm. İtalyan cavab verir, əfəndim, doğrusu insan üçün nə millətdən olduğunu bilməmək böyük eyibdir. Belə olanda gərək bilməyəsən, atan kimdir, anan kimdir. Siz o tayfadan deyilsinizmi ki, sizə Tatar deyirlər? Müsəlman cavab verir, bəli, bizə Tatar deyirlər. Hə, indi bildim siz nə millətindənsiniz. Siz Tatar deyilsiniz. Tatar Krımda, Qazanda olan müsəlmanlardır. Sizin millətin adı isə Azərbaycanlıdır. Bəli əzizlər, yəni Azərbaycan ziyalıları millətimizi Azərbaycan milləti adlandırdığı zaman Stalin hələ uşaq idi. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.